Prinsip etibarilə Vüqar müəllimin dediyi fikrinə razıyam. Sadəcə mənim özümün də bu məsələdən razı əlavə baxışım da var. Buyurun. Əlavə baxışım odur ki, əvvəla bax bugünkündür Cavanşir müəllim bu məsələyə toxundu, amma biraz da mən əlavə eləmək istəyirəm. Fikir verirsiniz, Birləşmiş Ştatlar özünün hərbi büdcəsini 2026-cı ildə gətirdi 951 milyard, yəni təxminən 1 trilyondur. Trump 2027-ci ildə 1,5 trilyona qaldıracaq. Bir onda 5 sual yaranır. Nə baş verir? Nə olacaq? Yaxşı sual. Nədir bu qədər? Onsuz da sən dünyada hamıdan çox, dünyanın bütün ölkələrin hamısının birlikdə silah deməli tədariki və yaxud da hərbi büdcəsi 2 trilyonu biraz ötüb, sən onun yarısını təkcə bir dövlət. Bu az imiş kimi nəyə hazırlaşırsan? Dünyada nələr baş verəcək? Nə təhlükələr var? Mən elə ki, 2026-cı il və bundan sonraki dövrdə dünyada çox ciddi deməli bir proseslər gedəcəyinin əlamətləri var. Bu hiss olunmaqdadır. Məsələn, dünyanı biz 45-ci ildən bəri təhlükəsizliyinə cavabdeh təşkilat kimi BMT-ni tanıyırdıq, onun təhlükəsizlik şurasını tanıyırdıq. İndi Cənab Trump Sülh Şurasının ideyasını ortaya atdı və bunu artıq indidən söyləndir ki, bu BMT-nin alternatifidir. Çünki BMT-nin əlindən daha heç nə gəlmir. BMT, bax, Rusiya-Ukrayna müharibəsindən danışdıq. BMT sanki kənar müşahidəsidir. İzləyir. Heç bir də müharibəni dayandırmaqla bağlı təşəbbüs də yoxdur. Təşəbbüs ABŞ-dan gəlir. ABŞ Rusiya ilə, ABŞ Fransa, daha doğrusu Ukrayna ilə danışıqlara gedir və s. Yəni sanki BMT deyilən bir qurum bu hiss olunmur. Mümkün də deyil. Çünki müharibə tərəfi BMT Təhlükəsizlik Şurasının üzvüdür. Hər ikisi. Yox, hər ikisi. Amma hər halda BMT-nin bu sahədə bir fəaliyyəti diqqəti cəlb etmir. Bloklanacaq. Bizim özümüz elə. Biz özümüz 2026-cı ilin hərbi büdcəsində, müdafiə büdcəsində 318 milyon da əlavə elədik. Yəni bu deməkdir ki, dünya təhlükəsiz dünyaya getmir. Dünya daha da təhlükəli dünyaya çevrilməkdədir. Ən dəhşətlisi, ən dəhşətlisi nədir? Ən dəhşətlisi odur ki, hətta biz soyuq müharibə dövründə deyirdik ki, beynəlxalq sülhə və təhlükəsizlik təminat verən çox mühüm beynəlxalq deməli sənədlər var, konvensiyalar var, müqavilələr var. Bugün olan heç bir işləmir. Bax, indiki dünyamızda beynəlxalq hüquq işləmir. Hətta beynəlxalq hüquq deyilən məsələ daha yoxdur. Cənab İlham Əliyev bununla bağlı son çıxışlarında dövlət deməli ölkəmizin yerli televiziyaların müsahibəsində qeyd edir ki, ümumiyyətlə daha beynəlxalq hüquq deyilən məsələ yoxdur. Beynəlxalq hüquq yoxdursa, beynəlxalq hüquq norm və prinsipləri işləmirsə, deməli güc faktoru önə çıxır. Güc faktoru önə çıxırsa, hər bir dövlət bu günlər o haqda düşünür ki, deməli güclüsənsə, istədiyini edə bilərsən. Xüsusilə böyük dövlətlərin kiçik dövlətlərə qarşı güc tətbiqi və öz istəyinin nail olması bu günləri faktlarla təsdiqlənir. Bunu biz daha kitablardan oxunuruq. Gözümüzün qabağında görürük ki, böyük dövlət kiçik dövlətin ərazisini zəbt edə bilər, istədiyi addımı ata da bilər. Ona görə bugünkü dünyamızda silahlanma geniş yayılıb.